Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz tamamilə fərqlidir. Niyə bəzi insanlar dindar adı ilə bütün təhsil sistemindən uzaqlaşırlar? Baxırsan, din təhsili alır. Amma bu sırf ana dili, yəni Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, fizika, bu abituriyentlərin hazırlaşdığı kimi və bakalavr birinci təhsil müəssisəsinə ilkin hazırlıq mərhələsinə hazırlaşdıqları kimi bunlara fikirlərini yönəltmirlər. Ancaq daimlər, din hər şeydir. Təbii ki, din də vacibdir. Amma bu o demək deyil ki, sən cahil kimi cəhalətini ancaq dinlə örtbasdır edəsən. Baxırsan ki, əksəriyyətinin, bəzilərinin rastlaşırsan yolunda keçəndə, birinin sifətində niqab, birinin belə deyək, əksər əks cinsindən qaçması, göl küçədə elə qaçır ki, elə bil ki, sən it düşüb arxanca. Nə məsələdir? Və nəticə etibarilə də cəmiyyətdən get-gedə kənarlaşırlar. Hansı ki, şəhərləşmə olur, urbanizasiya, onun ümumən təməl olaraq insanların qaynayıb qarışması, təbii ki, etik çərçivə daxilində, qeyri-etikdən söhbət gedir bilməz. Və daimi olaraq hər yerdə, əksər yerlərdə təhsillə yox, dinlə. Məsələn, bu adam boğulub ölüb, Əzrail gəldi canını apardı. Əzrail vaxtı çatmışdı. Amma bu demək deyil ki, belə həmən anda ölməlidir. Boğulubsa buna bir elmi yoxla, bəlkə boğazından nəsə qalıb ölür. Sadəcə bəzi şeyləri diqqətlə, təhsillə, elmlə yanaşmırlar. Yaxud aparırlar cincin yanına, gələn mollan yanına, xütbə oxutdurmağa. Bu ölməyib, bu halı pisdir. Bəlkə bir elmi müdaxilə olmasa bitiriləcək. İynə dərman qab yerdə molla çağırılır. Bu da bir xəstəlikdir. Kənardan bir gəl baxar, elmi ali təhsilli biri həyatın xilas edir, deyir, sən dəlisən, başın xarabdır, görürsən ki, bu ölməyib. Ölməyib bastırandan sonra tabutun içərisində yarıda diriləcək. Elə orada da öləcək. Havasızlıqla. Əksər yəni ölüm hadisələri belə baş verir. Ölürsən, amma həmin andan sonra dirilirsən, yenidən tabutda havasızlıqdan ölürsən. Bu qədər. Əksinə bu kimi hallara diqqət olmalıdır. Hər zaman elm dindən bir plus öndə gəlib. Din nə qədər vacib olsa da, cəhalətin, cahilliyin qarşısını almaq üçün elm inkişafın ən bariz nümunəsidir. Boşuna deyilməyib ki, təhsilli, illərdir təhsilini vermiş adam dininə vermiş adam kimi sayılır. Çünki o da əziyyət çəkib. Bu qədər. Suallarınız oldu təqdiri mesaj bölməsinə yaza bilərsiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir.